Salam əziz dostlar, sizinlə bir maraqlı məlumatı paylaşmaq istəyirəm. Deməli, Böyük Britaniyada pub sahibi nazir və deputatları vergi artımına görə obyektinə buraxmır. Bu barədə yerli Daily Mail nəşri məlumat yayıb. Qeyd olunub ki, Böyük Britaniyanın Maliyyə naziri Rachel Reeves ölkədə artan vergilər səbəbindən müəssisənin sahibi onu qara siyahıya saldıqdan sonra artıq sevimli publarından birinə baş çəkə bilməyəcək. Məlumata görə Marsh Inn pubunun sahibi Martin Knowles təkcə Reevesin deyil, həm də hakim Leyboristlər Partiyasının bütün millət vəkillərinin girişini həmin pubuna qadağan edib. O, müəssisənin müştərilərinin bu xəbəri məmnuniyyətlə qarşıladığını qeyd edib. Nəşr əlavə edib ki, Reeves məhz bu pubda 2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdə Leyboristlərin qələbəsini qeyd edib. Knowles nazirin yalnız vergilər azaldıqdan sonra müəssisəyə qayıda biləcəyini vurğulayıb. Xatırladaq ki, ötən həftə televiziya aparıcısı Jeremy Clarkson vergi artımları səbəbindən bütün Leyborist millət vəkillərinin pubuna buraxmayıb. Beləliklə, o, hökumətin büdcəsindən narazı olan pub sahiblərinin başlatdığı ümumxalq Leyborist millət vəkillərinə yox kampaniyasına qoşulub.